Biri var idi, biri yox idi. Qədim zamanlarda Bəhram adlı bir şah var idi. Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi. Səbəbini soruşanda isə deyərdi: "Bu ki məharət deyil, vərdişdir. O qədər ov etmisən ki, artıq quşu gözündən vurmağa öyrəşmisən." Axırda Bəhram şah kənizə qəzəbləndi. Sərkərdəni çağırıb əmr etdi ki, Fitnənin boynunu vursun. Sərkərdə baş üstə deyib getdi. Amma yolda fikrini dəyişdi. Öz-özünə dedi: Bəhram şah Fitnənin xətrini çox istəyir. İndi ona qəzəblidir deyə belə hökm verdi. Hirsi soyuyandan sonra peşman olacaq. Odur ki, sərkərdə kənizi öz evinə gətirdi. Bu 3 mərtəbəli gözəl bir imarət idi. Fitnə orada yaşamağa başladı. Sərkərdənin çoxlu mal qarası var idi. Bir gün naxırdakı inəklərdən biri balaladı. Təpəl heyvanın alnında ağ ləkə buzov Fitnənin çox xoşuna gəldi. O hər gün buzovu boynuna alıb əzizləyə yuxarı qaldırır, eyvanda yedizdirir, sonra aşağı düşürürdü. Artıq buzov da Fitnəyə sinişmişdi. O gündən günə böyüyür, kökəlir və ağırlaşırdı. Buzov ağırlaşdıqca sanki Fitnəyə də yeni güc gəlirdi. Sərkərdə kənizin niyyətini başa düşmüşdü. Bir gün o Bəhram şahı evinə qonaq çağırdı. Onlar yeyib içəndən sonra sərkərdə şaha dedi: "İmarətimdə gözəl bir qız yaşayır. Hər gün yekə bir öküzü boynunda bu eyvana çıxardır. Özü də bir nəfəsə heç dincini də almır." Bəhram şah bu sözlərə inanmadı. Sərkərdə qulluqçu ilə Fitnəyə xəbər göndərdi ki, öküzü yuxarı qaldırsın. Fitnə üzünə rübənd saldı. Öküzü boynunu alıb düz eyvana qaldırdı. Bəhram şah dedi: "Bu sənin güclü olmağından xəbər vermir. Görünür bu öküz balaca olandan sən bu işə vərdiş eləmisən." Fitnə dedi: "Çox qəribədir. Deməli öküzü qaldırmaq vərdişdəndir, amma ov ovlamaq məharətdən." Bunu deyib qız rübəndi üzündən götürdü. Bəhram Fitnəni tanıdı, onu bağrına basdı. Sarayına gətirib Fitnə ilə ailə qurdu. Sərkərdəyə isə qiymətli hədiyyələr bağışladı. Axırda göydən 3 alma düşdü. Biri sənin, biri mənim. Bəs biri kimin?